Xəzər ətrafı türk dilli ölkələrə aid oxşar xüsusiyyətlər. Deməli, Xəzər ətrafında yerləşən türk dilli ölkələr yəni bura Azərbaycan, Qazaxıstan və Türkmənistan aid olacaq. Görək bunlar üçün uyğun cavablar nə ola bilər oxşar? Bir, neft və təbii qaz ehtiyat zənginliyi. Bəli, doğrudur bu cavabımız. Rusiya ilə həmsərhəddir. Burada türk demək, Qazaxıstan və Azərbaycan Rusiya ilə həmsərhəddir, amma Türkmənistan deyil deyə bu yanlış bənddir. Ərazilərin bir hissəsi Turan platformasına yerləşir. Bəli, Qazaxıstanla Türkmənistana bu oyuna aid eləmək olar, amma Azərbaycana bu aid etmək olmayacaq. Sahil bu ovalıq ərazilərə malikdir. Bəli, Qazaxıstanda da, eyni zamanda Türkmənistanda da Turan ovalığı uyğun gəlir. Azərbaycanda Kür ərazisi, Samur dəvəsi və Lənkəran ovalığı da bura misal çəkə bilərik. Deməli, bu doğru bəndimizdir. Cavan dağlar yerləşir. Bəli, Azərbaycanda yerləşir bu. Türkmənistanda da Kopet dağını misal çəkə bilərik, amma Qazaxıstan ərazisində cavan qırışıq dağ olmayacaq. Dəniz limanları fəaliyyət göstərir. Bəli, həm Türkmənistanın, həm də Qazaxıstanın, həm də Azərbaycana məxsus dəniz limanları Xəzər sahilində yerləşirlər və doğru bəndimiz burada belə ki, 1, 4, 6 bəndi olacaq.